Əziz və dəyərli müsəlmanlar, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Allahın izni ilə bu dəfəki çatdıracağımız mövzu həcc ibadəti haqqındadır. Allahın izni ilə artıq biz həcc ibadətinin başlandığı bir dönəmdik. Allah subhanahu wa ta'ala bu yolda olanların yolunu açıq eləsin, Allah subhanahu ibadətləri qəbul eləsin və Allah subhanahu məbrur həcc eləsin. Allah Resulü buyurur ki, kim haca, yəni Kəbəyə Allah rızası üçün gedərsə, anasından yeni doğulmuş kimi geri dönər. Bir hədis şərifində isə buyurur ki, bir ümrə başqa bir ümrəyə qədər edilən kiçik günahların kəffarasıdır. Sırf ürəkdən, sırf Allah rızası üçün əldə etməkdən ötürü dünyada mənə hacı desinlər, mən bu ad altında su istifadə edim deyə qazanılan ad deyil. Allah rızası deyir, hacca gedərsə, Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi ve sellem ki, anasından yeni doğulmuş bir uşaq necə təmiz və pak olarsa, Allah subhanahu wa ta'ala həmin qulunda günahların bağışlayır və pak edir. Biz ayət kərimə baxdığımızda Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə öz Peyğəmbərinə buyurur, ya Resulullah, yadına sal ki, bir zaman İbrahim'e Kəbənin yerini bildirib belə buyurmuşduq. Mən heç bir şey şərik qoşma, evimi təvaf edənlərə, namaz qılanlara, dua edənlər üçün oranı təmizlə. İnsanları həccə çağır. Bu ayət nazil olandan sonra İbrahim Peyğəmbər Allah subhanahu wa ta'ala buyurur. İbrahim Peyğəmbər Xəlilullah, Allah subhanahu wa ta'ala dostu. Və İbrahim Peyğəmbər buyurur ki, ya Rəbbim, mən o insanları necə çağıram? Bu təfsirlərə baxdığımızda təfsirlərə keçir İbn Abbasdan gəlir. Deyir ki, ya Rəbbim, mən bu insanları necə çağıram? Allah subhanahu wa ta'ala buyurur ki, İbrahim, sən qalx və onları çağır. Onları yığmaq işi, onları gətirmək işi bizlikdir. Amma yetər ki, sən çağır. Və İbrahim Peyğəmbər hündür bir yerə çıxır və oradan insanları həcc ziyarəti üçün çağırır. Və deyir, Allah subhanahu wa ta'ala bütün insanlara onun səsini eşitir. Və qiyamətə qədər doğulacaq bütün insanlara həcc əməlini insanlara eşitdirir. Biz baxdığımızda həcc əməli ən çətin əməllərdən biridir. Çünki insan bu işdə həm malı ilə, həm canı ilə yoldadır. Və bəzən nəfsinə ağır gəlir. Niyə? Pulun xərcləmək var. Çünki insan o qədər mal-mülkə bağlanır ki, o mal-mülkü ona Rəbbi verdi və Rəbbinin yolunda xərclədiyin unudur. Ki, bu mal-mülkü mənə verən Rəbbimdir. Biz kimin sevinə gedəndə, sevinə ora bir hədiyə hazırlayırıq, onun evinə gediyor və kimin sevinə qonaq getməyə xoşumuza gəlir. Amma düşünəndə ki, biz Allahın evinə getdik. Və bir insanın içində daima buna bir təşviq olmalıdır. Malın, mülkün bunun üçün əlləşməlidir. Mən Allahın evinə gedirəm. Və hər zaman duasında bu da olmalı. Ya Rəbbim, məni öz evə layiq bil. Bəzən insanlar həcc ziyarətinə, Kəbəyə gedərkən sadəcə ya axına düşür gedir və ya bu kiminləsə gedir, amma onu anla bilir. Həmin ziyarətə getmiş şəxslərdən soruşsuz, bizə nə deyəcək? Orada hündür binalar vardı. Orada bir sürü ehtişamlı tikintilər vardı. Halbuki bu insan orada rəhmətin, bərəkətin olduğunu unudur. İbrahim Peyğəmbərin bizə olan sünnətini unudur. Bir insan ora gedərkən, bura İbrahim Peyğəmbərimizin ayağı dəyib düşünməlidir. Adəm əleyhissalamın Ərəfata çıxarkən, Adəm əleyhissalamın ayaq izləri burada olub deyə o təfəkkürdə oraya yanaşmalıdır. Bir insan o təfəkkürün oraya girərsə, o insanın göz yaşları heç vaxt quruya bilməz. Kəbəni gələrkən, Muhammed sallallahu aleyhi ve sellemin mübarək ayağı bu torpağa dəyib deyə o təfəkkür içində düşünməlidir. Daha mən insanlara qoşulum gedim deyə deyil. Həcc ziyarətinə baxdığımızda milyonlar insan bir araya gəlir. Bəzən nə deyirlər, ticarət məqsədi içindir, 50 bahanələr gətirirlər. İnsanları Allahın yolundan uzaqlaşdırmaqdan ötürü. Əgər bu insanların bir oyunu olsaydı, milyonlarla insanı bir araya yığmaq bir insanın qüdrətində deyil. Milyonlar insan bir araya gəlir və o arada olarkən hər bir üzündə təbəssüm, o hissinin altında, o əziyyətin altında
Qarşılaşırlar, amma heç biri əsəb keçirtmir. Heç biri heç kimi acılamır. Üzlərində təbəssüm, o əbri, o ibadəti yerinə yetirirlər. Çünki bu Rəbbinin əmridir. Bir insan bunu yığmaq, bir insan bir toplumu, bir ailə toplamaq şansı belə yox. Sadəcə nəfsinə, istəyinə uyan bir insanları buradan uzaqlaşdırır. Bəzən biz dindarlara, biz namaz qılanlara atdıqları bir iftira var. Şeytana daş atılır. Gedib orada pulla alınır. Getməyib, görməyib, hansısa bir insanın iftirasına uyur. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, deyir, bir əməl gördüksə, şər əməl, onu əlinizlə düzəldin. Ona gücünüz çatmasa, dilinizlə düzəldin. Ona da gücünüz çatmasa, qəlbinizə buğz olun. İmanın ən aşağısı budur. Bugün bizim də Allah subhanahu wa ta'nın əmri olan bu həcc ziyarəti, bu Kəbəni ziyarət etmək haqqında bir iftira atırlar. Biz də buna səthi olaraq yanaşıb keçirik. Şeytana daş, şeytan mı var orada? Yəni, bu sözün belə anlamını biz bilmirik. Halbuki orada şeytana daş atılmır. O, İbrahim Peyğəmbərin sünnəsidir. İbrahim Peyğəmbərin o məqamda, o yerdə atdığı daş ki, biz onun sünnəsi olaraq yerinə yetiririk. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur, deyir, həcc əməlləri məndən gördüyünüz kimi edin. Yəni, mən həcc əməlləri hansı tür edirəmsə, siz də onları o şəkildə edin. Biz bu hərəkətləri Allah Resulü sallallahu aleyhi ve sellem'den öyrəndik. Çünki Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur, Allah'a və Resuluna itaat edin. O Muhammed sizə nəyi versə alın, nəydən çəkinirsə ondan uzaq durun. Sallallahu aleyhi ve sellem. O şəxs öyrətdi bizə həcc əməlləri. Amma bura girərkən insan birinci növbədə ixlas, qəlbin təmizləməlidir. Çünki hara gedəcəyini bilməlidir. Və bura girərkən mən pul yığdım, gedim xeyr. Oraya gedən bir insanlarla, oraya gedən bir insan tapa bilmirsən, o haqqında bir oxu. Allah subhanahu wa ta'nın ayətlərini oxu. Hansı yerə gedirsən, niyə gedirsən? Və oraya gedərkən pul toplayayım, gedim deyə deyil. Qazandığın hər qəpik halal olmalıdır. Qazandığın hər rızqı halal olmalıdır. Çünki sən Allahın evinə girsən. Vallahi burada bir şəxsimiz evinə girsin. Üstümüzə, başımıza, aldığımıza hər şey diqqət edərik. Hər şeyi nəzərə alarıq ki, onun evinə getdik. Amma Allahın evinə gedəndə qazandığımız pula baxmırıq. Bu pula haradan qazandım, haramdan, halaldan diqqət etmədən yığım gedim. Hara gedirsən? Halbuki Allah subhanahu wa ta'ala buyurur, minni olduğu halda həcc ziyarətinə gedin. Əmrdir. Bugün bizim gəncliyimiz var. Bugün əlimizdə imkan var, bu fürsətdən istifadə edik. Çünki sabah əlimizdə olmayacaq. Sabah bizə xəstəlik üz verəndə, xəstə yatağında yatanda, kaş mənim o pulum olan vaxtı, mən həccə gedim demək sözü artıq gezdir. Kaş gəncliyimdə pulumu yığıb Allahın evinə gedim, bir insanın içində bir dərd olmalıdır. Mən Allahın evinə gedim. Bir insanın içində bir şövq olmalıdır, Allahın evinə gedim. Sələf alimlərimizdən gəlir ki, deyir, onlar deyir, həccə gedəndə, elə ki, əyninə o paltarı geyiblər, artıq bir ölüdən fərqlənmirdilər. Çünki Allah subhanahu wa ta'ala ayətdə nə buyurur? Həcc mövsümü məlum olan aylardadır. Həmin aylarda həcc ziyarəti vacib olan şəxsə həccə olarkən, qadınlara yaxınlıq, söyüş, pis sözlər danışmasın. Dava, davaşdan uzaq dursun. O insanlar artıq elə ki, o paltara əynində ölüdən fərqlənmirdi. Sakit, sadəcə dilində zikirdən başqa bir şey yox idi. Allah subhanahu bizdən bunu istəyir. Həcc əslində bizə təfəkkürü öyrədir. Nəyi təfəkkürü? Ölümü. Orada insan bütün geyimləri əynindən çıxartdırırlar. Heç bir dünyavi paltar sənin əynində qalmır. Başı açıq, ayağı qalın. Necə bu dünyaya gəlmişdiksə, orada da Allah subhanahu bizi onu öyrədir. Ağlımızı işlətməyə Allah subhanahu istəyir. Oraya biz baxdığımızda bizim böyük bir alimimiz var. Hər zaman mənə deyir, Kəbəni ziyarət etməyi deyir, tövsiyə edirlər. Və deyir, malından, mülkündən yığdım və Allahın evini ziyarət etməyə qəsd etdim. Oraya deyir, mən çatanda, Kəbəyə daxil olanda, mən deyir, Kəbənin binasını görünə heyrətləndim. O
qara daş divardan ötürü mən əlləşirəm. Birinci deyir, mənim ağlıma bu gəldi. Mən malımın mülkümü bu qara daş divardan ötürü yığmışam. Amma deyir, oraya yaxınlaşanda bir şey anladım. Allah Subhanahu wa Ta'ala öz evin ən sadə variantda bizə göstərir. Heç bir şey yoxdur. Sadə, adi daşla. Allah Subhanahu wa Ta'ala bizlərə öyrədir ki, orada. Qulum, mənim evim budur. Sən artıq öz halını təfəkkür elə və tap. Əynində heç bir dünya libası olmadan gəldin və o Kəbəni təvaf edərkən insan düşünməli ki, Allah, Rəbbimin evi budur. Hər ikisi rızqı verən, dünyanı yaradan, hər bir şey qədərincə qoyan Rəbbimin evi budursa, mənim evim necə olmalıdır? Amma biz mal, mülküm, evim olsun, o olsun, bu olsun, əlləşirik, ömrümüz bitir. Artıq ahal yaşımıza gəlib çatanda deyirik ki, imkanımız yoxdur. Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə ki, malınızdan xərclədiyinizin hər hansı bir şeyi əvəzi Allah Subhanahu wa Ta'ala qat-qat sizə verəcəkdir. Mal, mülkü bizə verən Rəbbimizdir, rızqını. Biz Allah rızası üçün onu sərf ederiz, Allah Subhanahu wa Ta'ala daha artığını onu bizə verir. Başqa ayet Allah Subhanahu wa Ta'ala buyurur, sevdiğiniz şeylerden Allah yolunda sərf etmədikcə, tam imanı, o ihsanı, o səviyyəsini çatmazsınız. Və biz sevdiğimiz şeyler ne bilirik? Allah Resulü sallallahu aleyhi ve sellem ne buyurur? Her ümmetin de bir belası var, mənim de ümmetimin belası mal mülktür. Deyir, mal mülkdən elə yapışır ki, bir ömür onu bırakmayacaq ki mən. Və başqa hədisi nə buyurur? Deyir, insan yaradılışı torpaqdandır. Torpağın deyir, mayası özündə çəkib saxlamaqdır. İnsanda da deyir, bu var. Mal mülkü deyir, özündə saxlayıb, mülküm deyir, Allah Subhanahu wa Ta'ala o mülkün sahibləri də göstərdi Quranda, Qarunu, yerin dibinə getdi. Quran-ı Kərimdə Allah Subhanahu wa Ta'ala bu qissələri bizə kitab dolsun deyə vermədi. Oxuyub və ibrət götürək deyə verdi. Ki, pulunuzu Allah yoluna sərf edin. Allah Subhanahu wa Ta'ala başqa ayədə buyurur, Allah və Peyğəmbər itaat edin ki, bəlkə bağışlanmış olasınız. Rəbbinizin məğfirətini və genişliyini göylər və yer qədər olan rəhmətindən ümidinizi kəsməyin. O müttəqilər ki, varlıqda da, kasıblıqda da, hər anında Allah rızası mallarını sərf edirlər. Çünki həcc əməli vaxtı bizim pulumuz gedir. Və orada bir təslimiyyət var. Bəzən bizə nə deyirlər, sən orada kəsdiyin qurban hara gedir? Qardaş, biz iman gətirmişik. Allah Subhanahu wa Ta'ala buyurur, heç kəsdiyiniz qurbanın nə əti, nə qanı Allah'a çatmaz. Allah çatacaq təqvamızdır. Biz Allah rızası üçün onu çıxardıq qəlbimizdən. Allah rızası üçün edirik onu. Kim necə edir o bizlik deyil. Biz Allah Subhanahu əmri, Peyğəmbərin sünnəsi dediyi bu əməlləri eləməliyik. Hansısa bir insan fitnə çıxarır deyə, hansısa insan nəysə dinin əleyhinə deyir deyə, biz Allahın evindən üzümüzü üstü, vallahi Allah öz evimizdən bərəkət alar. Vallahi Allah öz evlatlarımızdan bərəkət alar. Öz zəvcəmizdən bərəkət alar. Hər birimizdən o bərəkət alar. Allah Subhanahu wa Ta'ala hər birimizə, Allah Subhanahu wa Ta'ala'nın evinə, Allah Subhanahu wa Ta'ala əmr buyurduğu şəkildə qul olub getməyə qismət eləsin. Allah Subhanahu wa Ta'ala qəlbimizdə Allah sevgisini əks etməsin.